Gündəlik istifadə etdiyimiz bir çox texnologiyanın ilk dəfə hərbi məqsədlər üçün kəşf edildiyini bilirdinizmi? İnternet əslində hərbi rabitə sistemi idi. GPS, raketlərin və qoşunların yerini dəqiq tapmaq üçün istifadə edilirdi, indi isə xəritələr, taksi xidmətləri üçün əvəzolunmaz vasitədir. Radar, düşmən təyyarələrini təyin etmək üçün istifadə edilirdi. Sınaqlar zamanı təsadüfən mikrodalğalı soba kəşf edildi. Dronlar, əvvəlcə kəşfiyyat üçün idi, hazırda isə video çəkilişlər, təsərrüfat və sair məqsədlərlə istifadə edilir. Kevlar, əskərləri güllədən qorumaq üçün hazırlanmışdır. Yüksək təzyiqə, gərilməyə qarşı dözümlü liflərdir. Hazırda bu liflərin əsasında qoruyucu geyimlər hazırlanır. Virtual reallıq, pilotların təlimi üçün hazırlanmışdı. İndi isə video oyunların ayrılmaz hissəsinə çevrilmişdir. Yəni, bugün bizim həyatımızı asanlaşdıran texnologiyaların çoxu əslində yaşatmaq yox, öldürmək üçün icad olunmuşdur.